Salam hər kəsə, kanalıma xoş gəlmisiniz. Bəyənmədən videonu boş-boşuna izləməyin. Çünki yalnızca abunə olanlara və bəyənənlərə özel açılımlar edirəm. Burada çıxacaq olan pozitiv enerjilər sadəcə bəyənənlərə və abunə olanlara aid olacaq. İndi isə keçək görək üçüncü şəxslər vəziyyəti nə yerdədir. Nə seçimdən elə bir şey gəldi baxmaq. Deməli bunlar bir-birlərini qırırlar. Üçüncü şəxs burada sizin partnerinizi nəsə tutub buraxmır, təklif eləyir. Amma o nəsə sizə qayıdıb gəlmək istəyir. Burada hansı ki daha çox yoldaşı xəyanət eləyib, ancaq məcbur susub, yəni necə deyim, davam eləmək məcburiyyətində olan qadınlara aiddir. Kişilər demirəm, çünki kişilərdə problem yoxdur, yəni adətən qadınlar məcbur olub susurlar belə bir üçlü ilişkiyə. Yəni burada onlar bir-birlərini qırırlar, heç narahat olmayın. Burada üçüncü şəxs əməlli başlı mübarizə aparır. Özünün olmayan biri üçün. Nə heyf. Halbuki adam sizə aiddir. Prosto nəyə görə gedib də onu da bilmirəm. Yaxın zamanda onlardan bir xəbəri eşidəcəksiniz. Bəli, adam ondan qurtulub ayrılıb sizə gələcək. Sanki burada qadın kimisə onu zorla saxlayırmış kimi gəlir mənə. Burada adam sizə addım atacaqdır. Təkrardan gələcək sizin yanınıza. Üçüncü şəxslər açılımı deyərkən mən burada başqasının yoldaşından ya da kiminsə sevgilisindən danışan, onunla dırnaqarası sevgili olan qadınlara aid eləmirəm bu açılımı. Hansı ki sonradan araya girən üçüncü şəxslərə aiddir. Burada təkrardan sizə mütləq bir qayıdış var, çünki onlar bir-birlərini qırırlar. Nə deyək, üçüncü şəxslər bundan da betər olsunlar. Siz də alıb qəbul eləmək üçün komentariya aldım, qəbul elədim və təşəkkür edirəm yazmağı. Unutmayın, hələlik.